Allahın işləyən adamdan xoşu gəlir. Dayanmadan aktiv fəaliyyət edən insanlardan xoşu gəlir. Amma bunların mənası o deyil ki, son məqsədin o işin nəticəsi olaraq nəsə qazanmaq olsun. İş ona görə gözəldir ki, səni inkişaf elətdirir, Allaha yaxınlaşdırır, Allahın xoşu gəlir. Deyilən evdən çıxanda ki, mən sənin üçün gedirəm işə. Qalan şey təfərrüatdır. Xırda məsələdir. Gələr ruzi, gəlməz, çox gələr, az gələr. Onda görün necə yaranır münasibət dünya ilə. Onda görün dünyadan nə qədər ləzzət ala bilirsiniz. Onda ləzzət daha çox olur, artır. Bir insan biznesdə uğur qazanmaq üçün iş adamlarına mən bunu tövsiyə edirəm ki, bir qədər özünüzü çəkin dünyanın qabağında. Bu yazılmamış qaydalarda, amma qaydadır. Heç bir uğur layihələrində, treninqlərdə bunu demirlər ki, dünyaya həris olma aid iş adamı. Biraz özünü çək, işi də hesab kitabla gör, görünən nəticə gəlir.